Mən bu gün istəyirəm ki, düşüncə xətaları olan etiketləmədən danışım. Etiketləmə bizim bir nüansı bütün həyatımıza aid eləməyimiz və özümüzü bir başqasının gözündən dəyərləndirib özümüzü şanssız, bacarıqsız kimi qiymətləndirməyimizdən bəhs eləyir. Bu psixologiyada çox təhlükəli bir düşüncə xətasıdır. Belə olanda biz bütün fəaliyyətimizi o etiketə əsasən qiymətləndiririk və biz o etiketə əsasən deyək ki, mən çox şanssızam deyəndə artıq gözümüzün önündəki dəyərləndirmələri, özümüzü qiymətləndirməmizi o etiketə görə eləyirik. Məsəl üçün çirkinəm, burnum biraz böyükdür. Deyək ki, sizin bir orqanınız həqiqətən də, yəni burnunuz çox böyükdür və bu diskomfort yaradır. Amma siz ümumi olaraq bunu ümumiləşdirirsiniz və ümumi olaraq çirkin olduğunuzu düşünürsünüz. Və çirkin olduğunuzu daha doğrusu etiketləyirsiniz. Yəni sizin halbuki deyək ki, bir dənə burnunuzda problem vardır. Genel olaraq burnunuzdan olan şikayətinizi bütün bədəninizə, bütün həyatınıza və həyatınızda olan uğursuzluqları onunla əlaqələndirirsiniz. Biz buna deyirik ki, etiketləmə. Və deyək ki, sevgidə uğursuzluğunuzu gətirib ona bağlayacaqsınız. Münasibətdə başqa bir səbəbdən olan bir problemi gətirib ona bağlayacaqsınız. Hər şeyi İstərsəniz gətirib ona bağlayacaqsınız. Bu da nəyi göstərir ki, biz həyatımızda ümumiləşdirmələr etdikcə biz gerçəyi görə bilmirik deyə çözüm də ürətə bilmirik. Yəni gerçəyi görmək lazımdır ki, biz çözüm ürətə bilək. Psixologiyada bu etiketləmədən biz qurtarırıq. Bir də beynin belə bir nüansı var. Beynin nəyi daha çox deyirsənsə, səni ona bənzədir. Səni ona bənzətməyə çalışır. Siz beyninizə davamlı olaraq mən çirkinəm, mən bacarmıram, bacarıqsızam, mükəmməliyyətçi deyiləm deyə izah elədikcə beyniniz də bunu nə edir? Bunu doğruluyur. Yəni deyir ki, hə sən düz deyirsən. Yəni beynimizin belə bir şey var. Sən nəyi desən, onu gerçəyə çevirir. Sən nəyi desən, onu haqlı çıxardır. Çünki haqlı çıxartmasa, enerjisi çox gedəcək ona. Və o onu qəbul edir, haqlı çıxardır. Necə ki, siz bir şeyi qəbullanmaqda, doğru bir şeyi qəbullanmaqda çətinlik çəkirsiniz. Sonrakı illərinizdə terapiyaya gəlirsiniz, doğru bir şeyi öyrənməkdə çətinlik çəkirsiniz və o doğru bir şeyi öyrənərək həyatınıza tətbiq etməkdə beyniniz çox enerji sərf edir. Bir zamanlarda bu asanlıqla enerji sərf etməsin deyə onu asanlıqla qəbul edibdi və onu dəyişmək istəmir. Çünki deyir ki, amma niyə dəyişim ki də? Dəyişsəm mənim çox enerjim gedəcək. Nə gərək var ki, durub dururkən bunu dəyişdirim axı? Ona görə dəyişdirmir. Belə.